Salam aylar, xoş gördük hər birinizi. Ətrafımızda uğurlu gənclər çoxdur və onlar günü-gündən artır. Onlar hər bir sahədə özlərini artıq təsdiqləyiblər. İstər ədəbiyyat, istər siyasət, istər səhiyyə, yəni hər bir sahədə onlar ön pillədədirlər və bugünkü qonaqlarımız da qarşılarına məqsəd qoyub bu yolda irəliləyən gənclər olacaq. Odur ki, bu magi qaçırmayın. İlk qonağımız Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olacaq. Salam Şahin bəy, necəsiz? Təşəkkür, sağ olun. Xoş gəlmişsiniz. Təşəkkür. İlk sualım bu olacaq ki, Gənclər Təşkilatları Milli Şurası olaraq 2014-cü ildə hansı işləri görmüşsünüz? Sözsüz əsas istiqamətimiz həm ölkə daxilidir, həm beynəlxalq aləmdədir. Beynəlxalq aləmdə mühüm bir hadisə baş vermişdir. Avropa Şurasında Azərbaycan sədrlik etdiyi zaman 47 ölkənin, Avropa Şurasının üzv olan 47 ölkələrin gəncləri sentyabr ayında Azərbaycanda yığışmışdır və bu bizim sədrlik etdiyimiz müddətdə ən böyük gənclər, yəni miqyasa görə ən böyük gənclər tədbiri idi və rəsmi olaraq Avropa Şurasının təqviminə daxil olmuş bu təqvim. Bu özü bir mühüm bir hadisədir. 5 gün ərzində 250-dən 50-yə yaxın gənc Azərbaycana toplanmışdır və müxtəlif müzakirələr aparmışdır. İkinci, yəqin ki, ən mühüm bir hadisə kimi onu qeyd edə bilər ki, biz Dünya Gənclər Assambleyasının tam hüquqlu üzvü seçildik və orada yəni öz namizədliyimizi də irəli sürdük. Dünya Gənclər Assambleyası demişkən bu barədə də bizə məlumat verir. Dünya Gənclər Assambleyası bütün qitələri birləşdirən 120 gənclər təşkilatları birləşdirən bir qurumdur. Əsas baş ofisi Malayziyada yerləşir, Avropada katiblik Albaniyada yerləşir. Yəni, müxtəlif qitələrdə olan yerləşən gənclər təşkilatı, iri gənclər təşkilatları birləşdirən bir qurumdur. Biz Azərbaycan Gənclər Platforması olaraq oranın tam hüquqlu üzvü seçildik. Avropadan cəmi 2 nümayəndə seçilib. Makedoniya və Azərbaycan nümayəndəsi və bütün Avropanın olan danışıqlarda, Avropada olan tərəfdaşlarla məhz Azərbaycanla Makedoniya apardı. Yəni, Azərbaycan rəsmi olaraq məhz bu ildən ora üzv seçilib. Rəsmi olaraq tam hüquqlu üzvü. Yəni, ondan qabaq biz sadəcə qonaq qismində iştirak edirdik. Sözsüz üzvlük bir prosesdir, bir yoldur və bunu biz bu yolu uğurla bitirdik. Bəs bu Dünya Assambleyasında hansı mövzular müzakirə olundu? Tamamilə çox bir mövzulardır. Bu ekologiyadır, gənclərin işsizlik problemidir. Yəni qlobal mövzular əsasında. Tamam, qlobal. Yəni ki, burada qlobal mövzu, amma qlobal mövzuda yəni ki, müzakirə olduğu zaman hər bir ölkə özünə görə bir təkliflər irəli sürür, bir regional təkliflər sürür. Sözsüz bu bir məlumat mübadiləsidir, fikir mübadiləsidir və bunun əsasında müxtəlif təşkilatlar, müxtəlif dövlətlər öz təkliflərini irəli sürürlər. Biz belə deyək də, Dünya Gənclər Assambleyasına üzv seçilmişik. Bu bizim gənclər üçün nə qədər yəni ki, xeyirli və perspektivli bir addımdır? Azərbaycan 120 gənclər təşkilatı birləşdirən dünyavi bir təşkilata üzv oldu. Yəqin ki, bu artıq bunun həm miqyası, həm onun vacibliyi artıq bununla bildirilir. Sözsüz bu ilk addımdır və bizim beynəlxalq əlaqələrimiz, yəni bugün Azərbaycan yeni gənc dövlət olsa da 23 yaşını yaşayır, amma artıq Azərbaycan brendi, Azərbaycan gənclər brendi beynəlxalq səviyyədə tanınmış bir brenddir və Azərbaycan gəncləri, Azərbaycan gənclər siyasəti artıq beynəlxalq tərəfindən qəbul olunmuş bir modeldir və bu sözsüz, bu da növbəti bir beynəlxalq aləmə bir pəncərədir. Bəs hansı yeni layihələri həyata keçirməyə planlaşdırırsınız? 2015-ci il artıq müzakirəsi, yəni ki, planın müzakirəsi mövcuddur. Bir neçə gün bundan qabaq bizim bütün üzvlərin toplantısı keçdi və orada əsas 2015-ci olan fəaliyyət planı ilkin olaraq yəni ki, müzakirə olundu. Ən əsas və yeni, yəqin ki, proqram onu qeyd edəcəm, yəni ki, biz gələn il artıq xüsusi olaraq kənddə yaşayan gənclərlə işləyirik, yəni ki, rayon mərkəzlərdə yox, şəhərlərdə yox, kəndlərdə yaşayan gənclər. Bu barədə biraz məlumat verin. Yerli gənc layihəsidir, adı Yerli Gənc. Müxtəlif bizim proqramlarımızı, təhsil seminarlarımızı, forumlarımızı yəni ora aparacaq. Yəni oradakı olan gəncləri paytaxtda, müxtəlif rayon mərkəzləri hər dəfə də gətirmək mümkün deyil. Bu həm hər cəhətdən, həm təşkilat cəhətdən çətindir. Və biz onların yanına gedirik, bizim üst təşkilatlarımız onların yanına gəlir.
və müxtəlif proqramları təklif edir. Yəni məqsəd ondadır ki, tək mərkəz, yəni rayon mərkəzlərdə olan gənclər inkişaf eləməsin, həm də kəndlərdə gənclərin sosiallaşması üçün uğurlu bir və yerli gənc layihəsi artıq yanvar ayında başlayır və buna tək Milli Şura özü yox, daxil olan 112 üst təşkilat da bu prosesə cəlb olunacaq. Planlarımız çoxdur. Beynəlxalq səviyyədə ən iri bizim planımız, ən iri layihəmiz odur ki, noyabr ayında 47 ölkədən 90 təşkilat Azərbaycana gəlir, 300 nəfər. Yəni biz bilirsiniz ki, Gəncə Avropa Gəncə paytaxtı oldu 2016-da. Biz yəni Milli Şura Məşvərət Şurasının üzvü oldu və bütün bunun yəni ki, fəaliyyətin nəticəsi olaraq artıq Avropa Gəncə Forumun olan iclası, üzvlərin toplantısı gələn il noyabr ayında Azərbaycanda keçəcək. Yəni bu çox uğurlu bir nəticədir və biz ona hazırlaşırıq və yəqin ki, Milli Şuranın özünün 20 illiyini qeyd edəcəyik. Gələn il Milli Şura 20 il tam olur. Yəni bir tərəfdən gənc, digər tərəfdən artıq bir yol keçmiş bir təşkilatdır və 20 ilin konsepsiyaya uyğun olaraq bizim də bir sıra fəaliyyətimiz gözlənilir. Bəs gənclər siyasətində hansı planlar var? Gənclər siyasətinə, yəni gənclər siyasəti bugün Azərbaycan Dövləti Gənclər Proqramına təmizlənir 2011-2015. Artıq Nazirlik tərəfindən 2016-2020-ci il dövlət proqramına olan təşəbbüslərin, müxtəlif ideyanın söyləməsində çıxış edir. Milli Şura da bu prosesdə kənarda qalmayacaq. İlk mərhələdə sözsüz 2016-2020-ci illərin dövlət proqramında əhatədə müxtəlif fəaliyyətlərə dair təkliflər olacaq. Mövcud olan gənclər siyasətinə bağlı bizim ən iri və yəni ki, artıq Milli Şuranın bir brendi olan 2 proqramı inkişaf etdik. Yəni ki, davam edəcəyik. Bu Azərbaycan könüllü xidmətidir. Yəni Avropa könüllü xidməti əsasında biz Azərbaycan könüllü xidməti əsas layihənin mahiyyəti ondadır ki, yay tətil mövsümlərində müxtəlif bölgələrdə olan gənclər mübadilə aparırlar. Yəni Gəncədən gənc gedir Lənkərana, Lənkərandan gənc gedir Qubaya və müxtəlif təcrübəni bölüşürlər. Və ikinci bizim əsas proqramımız QİDA proqramı, yəni Qeyri-Hökumət Təşkilatların İdarəetmə Akademiyasıdır. Təşkilatların bacarıqlarının artırılmasına bağlı müxtəlif işlər aparılacaq. Siz qeyd ediniz ki, sizin çoxlu yeni layihələriniz olacaq 2015-ci ildə. Yəni xaricdən gənclər gələcək, kənddəki gənclərlə birgə çalışacaqsınız. Bütün bu işlərdə sizə uğurlar arzulayırıq və MAQ verilişi olaraq necə deyirlər, daim sizin yanınızda olacaq. Bütün bu layihələri çəkib, işıqlandırıb tamaşaçılarımıza təqdim edəcəyik. Təşəkkürlər. Mən də fürsətini istifadə edib, yəqin ki, bu il son dəfə MAQ-ın efirindəyim. Yəni fürsətini istəyir, üzümüzə gələn yəni ki, yeni il Dünya Azərbaycan Həmrəylik gününə hamını təbrik edirəm və gənclərimiz həmişə fəal olsun, gənclərimiz, gənclər siyasətimiz çox uğurludur və bu tək təşkilat səviyyəsində yox, dövlət, cənab prezident tərəfindən uğurla dəstəklənir və ümid edirəm ki, 2015-ci il gənclər üçün, gənclər siyasəti üçün çox uğurlu olacaq. Çox sağ olun, gəldiniz. Təşəkkür edirəm. Təşəkkürlər. Vətən məhəbbəti, torpaq istəyi daimi sərvətdir və bu sərvət nəsillərdən nəsillərə ötürülür. Növbə Milli Qəhrəmanlar rubrikasınındır. Bayraqları bayraq edən üstündəki qandır. Torpaq uğrunda ölən varsa vətəndir. Azərbaycanın minlərlə oğul və qızları bu şüarla vətəni qorumağa hazırdır. Onlardan bəziləri zaman-zaman şəhidlik zirvəsinə yüksəlib, xalqının, millətinin qəhrəmanına çevriliblər. Müasir Azərbaycan gəncinin mənəvi borcu isə onları tanımaq və tanıtmaqdır. Əskərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində doğulub. 1983-1989-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə yollanıb. Turşsu, Şuşa, Laçın, Qubadlıda gedən döyüşlərdə fəal iştirak edib. Həmin il iyunun 20-sində Aranzəmin Naxçıvanik istiqamətində gedən ağır döyüşdə xidməti borcunu yerinə yetirərkən şəhid olub. Təhsil aldığı 200 saylı orta məktəbə onun adı verilib. Xəzərdə üzən gəmilərdən biri Gültəkin Əskərovanın adını daşıyır. Bir neçə yerdə büstü qoyulub. 1993-cü il noyabrın 20-sində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaralı əskərlərin həyatını xilas etməsində göstərdiyi şücaətinə görə Gültəkin Əskərova ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Milli qəhrəmanımız Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Mayqlar verilişimizin 3-cü hissəsinin qonaqları Gənclər Fondunun təşkil etdiyi Qrant müsabiqəsinin qalibləridir. Buyurun. Salam, xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük, çox sağ olun. Qrant müsabiqəsinin qalibləri sizdə hər biriniz. Belə baxıram ki, bütün o qrant mükafatlarını oğlanlar alıb. Elə bircə xanım gəlib aranızda. Elə ona görə də ilk sualı sizdən başlayacağım. Səma xanım, bildiyimizə görə siz virtual məmləkətim layihəsini həyata keçirmişsiniz. Bu layihə haqqında bizə məlumat verərdiniz. Azərbaycan Turizm İnstitutunda təhsil aldığıma görə və bu institutun tərcümə ixtisasına yiyələndiyimə görə hər iki sahəni birləşdirən bir layihə etmək fikrinə gəldik. Ona görə də bu layihə 3 sahəni əhatə etdi. Birinci olaraq Azərbaycan haqqında olan məlumatlar, eyni zamanda Azərbaycanın turizm potensialı haqqında olan məlumatları məhz xarici dillərdə virtual aləmdə tanıtmaq və bunun vasitəsilə də informasiya kommunikasiya texnologiyaları bacarıqlarını yiyələnmək oldu. İlk növbədə bizim layihəyə 100-dən artıq şəxs müraciət etdi, ancaq biz onların arasında 15 ən yaxşı gənci seçdik. Bu gənclər də məhz nəyə görə bu gəncləri seçdik? Onların turizmə olan maraqları və ilk növbədə xarici dilləri bilməsini biz prioritet götürdük və layihə müddətində biz onlara mövzu seçimində, mövzuya yanaşma baxımından kömək etdik, jurnalistlərlə görüş keçirildi. Sonda isə birinci, ikinci, üçüncü yerlər müəyyən olundu. Biz layihə müddətində həmin gənclərə bloq təlimləri keçdik və daha sonra bu məlumatları xarici dillərdə öz bloqlarında yerləşdirdilər. Layihəniz necə? İstədiyiniz kimi uğurlu alındı yoxsa yox? Əslində layihə gözlədiyimizdən daha artıq marağa səbəb oldu. Hətta bu layihənin davamı kimi Azərbaycan Turizm İnstitutunun nəzdində virtual məmləkətim klubu açdıq. Ümid edirik ki, davamlı olar. Aydındır, növbəti layihə danışan çay daşları. Bu layihə barədə də bizə məlumat verin. Yəni, bu nə layihədir belə? Bu daş yonma sənəti bizdə artıq yox olmaq üzərindədir. Yəni ki, bunun yeganə bu sənətin üzərində işləyən adam Ədalət Elmandır. Qərara gəldim ki, belə bir layihə keçirdim və daş yonma sənətini təbliğ edeyim gənclər arasında, ictimaiyyət arasında. 2 ay ərzində biz Ədalət Elmanın əl işlərini yığdıq və bunun üçün sərgi təşkil elədik. Sərgi necə uğurlu alındı? Yəni o daşları danışdıra bildiniz yoxsa yox? İnanıram ki, uğurlu keçdi. Yəni ki, biz bacardığımızı elədik, çalışdıq. Yəni maraq da oyandı bu sənətə. Artıq məlumata görə bu sənətlə Ədalət Elmana müraciət edənlər də var, tələbəsi olmaq istəyənlər də var. Uğurlu keçdi, inşallah da davamlı olar. Aydındır, bu sizin layihəniz. Digər dostlarımızın layihələrinə də nəzər salaq. Azərbaycan tarixinə və mədəniyyətinə 3D virtual səyahət. Bu sizin layihənizdir, mən bildiyim. Bu nə səyahətdir belə, yəni 3D virtual? Bu əslində Azərbaycanda yeni-yeni, yəni ərsəyə gələn bir layihədir. Yəni bu tipli virtual turlar. Ərazi kimi biz götürdük Bakı və Abşeron ərazisini və Bakı Abşeron ərazisində mövcud olan əsas tarixi abidələrimiz və muzeylərimiz, misal üçün Qobustan muzeyi, Tarix muzeyi, İçəri şəhər, numizmatika muzeyi, yəni çox Mərdəkan qalaları, Raman qalası, yəni bunların ümumi sayı hardasa 20-yə yaxındır bu tarix abidə və muzeylərin və virtual turlar xüsusi çəkiliş metoduna hazırlanır. Sonra bu materiallar hamısı yerləşdirildi 3dbaku.com saytında və bir növ izləyici həmin sayt daxil olmaqla onlayn şəkildə virtual olaraq həmin əraziləri, həmin muzeyi, həmin tarixi abidələr gəzə biləcək. Səyahət eləyəcək bir şey. Bəli, səyahət eləyəcək. Bu bir növ hətta oyun xarakteri daşıyır. O abidələrin yəqin ki, tarixi Bəli, hər bir tarixi abidə və muzeyin özünə aid bir səhifə yaradılır və həmin səhifənin içərisində onun şəkilləri və həmin o tarixi abidə və muzey haqqında qısaca məqalə də var, materiallar yəqin ki, uğurlu bir layihə oldu. Yəqin ki, yəni layihə uğurlu olduqca nəinki bu tarixi abidə muzeylər, hətta
qarşıdan gələn Avropa oyunlarının çərçivəsində biz istəyirik Bakıda olan bütün əyləncə məkanları, parklar, yəni qonaqların marağına səbəb ola biləcək məkanları belə virtual turnu yaradıb orada yerləşdirə bilək. Aydındır, bu sizin layihəniz. Mən istəyirəm artıq digər layihədə keçəcəm. Çünki gənclərin layihələri çoxdur. Xarı Bülbül qısa metrajlı film. Məncə bu sizin layihənizdir Orxan bəy. Bu nə layihədir belə? Unudulmayan tarix layihəsi çərçivəsində Xarı Bülbül qısa metrajlı film çəkdi. Bu əsasən Qarabağ əfsanəsi üzərində, yəni Xarı Bülbül çiçəyi bitir və əlbəttə ki, onun iki əfsanə yəni gəlib tarixdən və bu əfsanələrin üzərində qısa metrajlı film çəkdi və əsas məqsəd onu göstərmək ki, indiki Qarabağ doğrudan da Xarı Bülbülün öz taleyini yaşayır və indiki olan insanlar o taleyi üzərində çəkməkdədirlər. Bu ideya necə doğdu? Bir neçə il bundan qabaq Erməni Ararat Production Mosfilmlə birgə Axtamar qısa metrajlı film çəkmişlər. Bu Van gölündə yerləşən Axtamar kilsəsi ilə bağlı bir kinoydu. Əlbəttə ki, qondarma bir şeydir, amma düşündüm ki, bu kinoya da, bu filmə də qarşı nəsə etmək lazımdır. Və Gənclər Fonduna müraciət etdim və Lətifə Cahandar qızı, əməkdar aktrisamız və qum rəssamlığı və qrafikadan istifadə olunaraq Pərvin Qorçev gənc rejissorumuzdur. Bir gənc komanda yığıldı və ortaya qısa metrajlı film qoydu. Bəs bu ideya onda elə mən belə başa düşdüm ki, sizdə o filmə belə deyək də qarşı çıxmaq üçün yarandı bu ideya, yoxsa istəyirdiniz belə bir layihəni həyata keçirmək? Yox, qısa metrajlı filmlərlə bağlı bir çox layihələr vardı, yəni tamaşa olsun da, yəni ki, bu işləri mən yazar olaraq edirəm. Amma bu filmin ortaya çıxması əsas məqsəd, iki məqsəd oldu. Biri ermənilərə cavab olaraq verilməsi, ingilis dilində titrla biz bunu yaymışdıq. İkincisi isə bu layihənin davamıdır. Yəni ki, Azərbaycanda bir məmləkətin tanıdılması üçün onun simvolikalara ehtiyacı var. Məsələn üçün, Qarabağ deyəndə Şuşa, Şuşa deyəndə Şuşa qalası. Bakı deyəndə İçəri şəhər, Qoşa qala ya da Qız qalası. Yəni ki, ikincisi tanıdılması bunun əfsanələridir. Yəni bu əfsanələri yenidən canlandırmaq və yenidən səhnələşdirmək lazımdır. Elə Qarabağdan danışmışkən bizdə bir dənə də elə bir layihə var. Mənim Xocalım foto müsabiqəsi. Bu layihə sizindir. Bəli. Bu layihə barəsində də məlumat verin. Yəni Mənim Xocalım. Layihə, yəni gənc, peşəkar və həvəskar fotoqrafları bir araya yığmaq və belə deyək, Xocalını köhnə kadrlardan deyil, gənc fotoqrafların gözündə göstərmək idi. Layihə ilə bağlı bizə 30-dan çox müraciət olundu və biz onlardan hardasa 27-sini seçdik və belə deyək, onlardan sərgi təşkil elədik və ilk 5 yeri belə deyək, mükafatlandırdıq. Layihə necə alındı, uğurlu alındı? Layihə uğurlu alındı. Düşünürəm ki, növbəti illərdə bunun davamı mütləq gələcək. Digər dostlarımızın da layihələrinə nəzər salım. Burada bir layihə var, Yol terroruna son. Bununla bağlı qısa metrajlı videoçarx çəkilib. Bu videoçarxı çəkməkdə məqsədiniz nə idi? Yol terroruna son layihəsi Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalib layihələrindən idi. Məqsəd bildiyimiz kimi son dövrlərdə bu yol terroru həqiqətən çox acınacaqlı bir vəziyyət alıb. Yəni elə bir gün yoxdur ki, biz televiziya kanallarında yolda qəzanın və qəza nəticəsində ölənlərin və xəsarət alanların olmasını eşitməyək. Demək olar yoxdur, hər gün davam edir və son dövrlər çox əfsuslar olsun ki, bu xüsusən piyadaların, sonradan içkili sürücülərin və piyada keçidindən istifadə etməyən və piyada keçidinə piyadaya yol verməyən sürücülərin ucbatından baş verir bu qəzalar. Bu məqsədlərə də maarifləndirici bir videoroliklər çəkmə qərarına gəldik. Yəni yol terroruna son bu videoroliklərdə elə çəkilib ki, birbaşa insan hər birimiz orada ola bilərik kimidir. Yəni həmin insanın yerində bizim ən yaxın adamımız ola bilər deyə çəkilib. Filmin layihə rəhbəri və baş prodüser kimi mən İsmail İsmailov, rejissor bizim gənc dostumuz Elvin Abdullayev çəkib filmləri. Yəni ideya olaraq birgə bizim ideyamız, sadəcə bütün yaradıcı heyəti, yaradıcı işlərini artıq Elvin Abdullayev görmüşdü. Təqdimatdan 24 saat sonra artıq 35 min baxış idi. Yəni bir həftə əvvəl olub təqdimatı. Təxminən hal-hazırda 70 mini
keçib baxışları hər bir videonun. Yalnız bu sosial şəbəkələrdə. Mən də ümidvaram ki, sizin bu video çarx vasitəsilə tamaşaçılarımız belə deyək də bir qədər maariflənəcək, yəni bu istiqamətdə. Elə yol demişkən bu video çarx çəkilib və bir layihəmiz də var burada. Velo Polo layihəsi. İlk dəfə olaraq bu məncə həyata keçirilib və sizin velosipedinizi də mən burada görürəm. Bu yəqin ki, o layihənizə olan sevgidən irəli gəlir. Ümumiyyətlə, Azərbaycan Gənclər Fondu innovativ və müasir layihələrə də çox böyük önəm göstərir və bu layihələri dəstəkləməkdə davam edir və bizim ideyamız da bir velosiped sevən insanlar kimi qeyri-adi velosipedlə bağlı olan idman növlərini Bakıya gətirmək idi, Azərbaycana gətirmək idi. Hər birimiz bilirik ki, polo, yəni qədim çovqan Azərbaycanda yaranmış idman növlərindən biridir və tarixən Azərbaycanda ilk olaraq atlarla polo oynanılıb, çovqan oynanılıb. Lakin təəssüf ki, hal-hazırda bir çox gənclərimiz bu barədə tam məlumatsızdır və yaxud da məlumatlı olsa belə bizdə o atlar yoxdur ki, biz çovqanı belə deyim oynayaq və həmin o tariximizi dəstəkləməyə, davam etdirməyə çalışaq. Bu baxımdan biz düşündük ki, buna bir müasir bir sintez qata bilərik və bununla bağlı araşdırmalarımın nəticəsində mən velopolonu tapa bildim. Yəni burada demək olar ki, format eynidir. Sadəcə olaraq atlar əvəzinə velosipedlər istifadə olunur. Çox müasir, qeyri-adi bir idman növüdür və bizim layihəmiz gənclər arası ilk velopolo turniri və adı bu aldı. ilk layihə necə alındı, uğurlu alındı? Çox qeyri-adi alındı. Düzünə yalan deyim, bu həvəskar bir turnir idi. Çünki Azərbaycanda velopolo ilə məşğul olan heç bir kəs yoxdur. Biz buna müxtəlif velosiped, professional velosiped klublarının üzvlərini cəlb etdik. Bəs bu layihə, yəni təbii ki, Azərbaycanda keçirildi, bəs harada keçirildi? Çox böyük çətinliklər törədildi bu yerlərlə bağlı. Bu çətinliklə bir asfalt stadionu tapa bildik və asfalt stadionunda bunu keçirdik. Neçə nəfər iştirak elədi orada? Ümumiyyətlə qeydiyyatdan çoxlu komandalar keçmişdi. Formata uyğun olaraq biz 12 komanda seçdik və hər komandada 3 nəfərdən ibarət olaraq olimpiya sistemi üzrə yarış təşkil etdik. Çox maraqlı bir layihə həyata keçirmişsiniz. Ümidvaram ki, belə layihələriniz davamlı olacaq. Növbəti layihəmizə nəzər salaq. Litvanın Vilnius şəhərində həmyerlimiz Məhəd Musaoğlu fərdi sərgisi keçirilib. Yəni Məhəd Musaoğlunun fərdi sərgisi. Bu sərgi nədən ibarət? Yəni nə sərgidir? Bunun mahiyyəti nədən ibarətdir? Old and New Baku və köhnə və yeni Bakı belə bir layihənin əsas məqsədi ondan ibarət idi ki, 20-30 il öncəki Bakının eyni rakursdan yeni fotoları da göstərmək və həmin abidələri, həmin küçələri yeniləşmiş müasir formada təqdim etmək idi. Biz belə düşünürdük ki, Litvada, Vilniusda bir həftə keçirdək bu sərgini. Sərgini bir həftə açdıq. Bir həftə açdıqdan sonra hətta Litva Gənclər Nazirinin müavini belə orada iştirak edirdi. Bizim səfirliyin nümayəndələri, səfirimiz iştirak edirdi. İştirak etdilər və belə qərara gəldilər ki, 20 gün dollar əlavə eləsinlər. Bir aya yaxın sərgi davam elədi və çox xoşlarına gəldi. Hətta Bakını sevən və Bakıya sonradan təşrif buyuran Litvalı dostlarımız oldu ki, onlarla maraqlı layihələr üzərində işləmə qərarına gəldik. Sərgidə 50 dənə Azərbaycanın, Bakının daha doğrusu bölgələrinin, bəzi küçələrinin, yenə də deyirəm, müasir incəsənət muzeyindən tutmuş hər bir muzeyin və yaxud da digər obyektlər var idi ki, onlar indi artıq Bakıda yeni göydələnlər tikilib onların yerlərində hər birinin eyni rakursdan çəkilmişdi və çox möhtəşəm bir şey ortaya çıxmışdı. Hətta yenə də deyirəm, Bakının necə gözəlləşməyini göstərirdik. Əsas məqsədimiz onlara. Sizin o şəkillərinizi hal-hazırda tamaşaçılarımız da monitor vasitəsilə izləyirlər. Bəs Avropa insanlarının bu sərgiyə marağı necə oldu? Avropa insanları şokdaydılar. Nəyə görə şokdaydılar? Artıq bilirsiniz ki, Azərbaycan öz gözəlliyi ilə dünya ölkələri və Bakı dünya şəhərləri arasında özünü demək olar ki, doğrudan bir şəhərdir və onlar sadəcə olaraq Bakını 20 il bundan öncəki Bakını görmək istəyirlər. Mənə elə gəlir ki, fotolarda. Çünki yaxınlaşırlar, metronu çəkmişdi. Metroya baxırlar ki, bu sizin metrodur. Bizdə məsəl üçün deyirlər ki, bizim nazirlik həmin metroya oxşuyur. Onlar bənzədirlər. Yəni Bakının gözəlliklərini göstərmək və onların gözündə bu qədər Bakını gözəl göstərmək mənim üçün böyük bir fəxrdir. Və bu uğurlu layihə münasibətilə həm səni, həm də digər dostlarımızı təbrik edirəm. Uğurlarınız bol olsun, davamlı olsun və gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Xəbəriniz olsun ki, maglar yeni il ərəfəsində xeyli işlər görüblər. Vətənimizi sevmək, onu tanıtmaq, onun üçün iş görmək hər bir magin borcudur. Mag xəbərin də borcu onu çəkib sizə göstərməkdir. Sağlam gənclik varsa, sağlam gələcək var. Elə bu şüarla da paytaxtda sağlam gənclik, sağlam gələcək forumu həyata keçirildi. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası,
UIST Beynəlxalq Təşkilatının dəstəyi ilə baş tutdu. Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai Siyasi Məsələlər Şöbəsinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmi nümayəndələr iştirak ediblər. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tədbiri giriş nitqi ilə açaraq söylədi ki, ümumilikdə bu cür forumun keçirilməsi böyük önəm daşıyır. Müxtəlif neqativ hallarda onların profilaktikasını təmin etmək bütün cəmiyyətin vəzifəsidir. Bugün gənclərin sağlamlığına həsr olmuş beynəlxalq forum ödüşünə başlayır və forumda bir neçə ölkədən gələn tibb sahəsində çalışan mütəxəssislər iştirak edəcək öz mövzuları ilə. Amma ümumilikdə bu cür forumun keçirilməsi böyük önəm daşıyır. Çünki gənclərimizin sağlamlığı, gənclərimizin müxtəlif neqativ hallardan profilaktikasını təmin etmək düşünürəm ki, bütün cəmiyyətin əsas vəzifələrindən biridir və mən düşünürəm ki, bu sağlamlıqla bağlı forum çərçivəsində gənclərin reproduktiv sağlamlığı, onların müxtəlif neqativ narkomaniya, GİC və digər neqativ hallardan profilaktikasının yolları və s. məsələlər müzakirə olunacaq və gənclərimiz üçün çox zəruri olan bir məsələlərdir. 2 hissədən ibarət olan forumun akademik hissəsində isə dünyanın 8 ölkəsindən dəvət olunan tibb mütəxəssislərinin cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışlarına yer verildi. Macların uğuru hər keçən gün daha da çoxalır. Biz isə hər zaman müasir, istedadlı və uğur qazanan gənclərlə bir addımlayır və onların nailiyyətlərini sizinlə paylaşırıq. Sujetimin bu dəfəki qəhrəmanı isə Əmi kişi Əliyevdir. Gəlişimizin səbəbini isə özü deyəcək. İlk növbədə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürümü bildirirəm ki, bu layihənin icrasında bizə öz köməklərini, dəstəklərini göstəriblər. Biz layihə çərçivəsində qısa metrajlı film çəkmişik. Film də mövzu ilə əlaqəlidir, ailə dəyərlərindən bəhs eləyir. Biz tədbirdən öncə inşa yazı müsabiqəsi keçirmişik. 10 sinifdə olub, hər sinifdən bir şagird fərqlənmişdir. Biz bu günləri həmin o filmin tədbir çərçivəsində nümayişini edəcəyik və sonunda mükafatlandırma mərasimi olacaq, hansı ki o inşa yazı müsabiqəsində fərqlənən şagirdlər öz mükafatlarını alacaqlar. Tədbir sözü gedən filmlə başladı. Maraqlı ssenari və böyük ustalıqla lentə alınan filmdə məktəblinin ailəsində olan problemlərə biganə qalmamağından və valideynlərinə yardım etməyindən bəhs olunur. İnşanı yazarkən birinci öz ailəm haqqında fikirləşmişəm. Çünki öz ailəm həmişə mənə böyük dəstək olublar və inşanı yazarkən hər hansı bir yer tutmaq üçün və s. üçün yazmamışam. Öz ailəmə qarşı olan məhəbbətimi orada ifadə etmişəm və onlara mənə qarşı olan o sonsuz qayğısını və məhəbbətini ifadə etmişəm. İlk növbədə ailəmi gözümün qabağına gətirdim. Ailəmdə olan bütün münasibətlərini oraya yazdım. Və bir də bunu qeyd elədim ki, hər bir kiçik münasibətə görə ailə dağılmalarının səbəbini bəlkə də ən böyük günahlar valideynlərdir, amma onların əziyyətini çəkən uşaqlardır. Ailə dəyərləri dedikdə, ailədə valideynlərin və övladların arasında sevgidən bəhs edilir ilk növbədə və biz ailə dəyərləri və uşaqların qorunması üzrə inşa yazmışdıq. Burada ailədəki dəyərlərin, qanunların qorunması əsas vacib götürülməlidir. Daha sonra söz tədbirdə iştirak edən valideynlərə verildi və nəhayət sonda gözlənilən an gəlib çatdı. Onlarla şagird arasında inşaları ilə seçilən məktəblilərə mükafatlar təqdim olundu. Əziz Mayqlar, bugün məqsədi uğur olan gənclərdən danışdıq. Deyirlər ki, əgər hansısa bir işə başlayırsansa, bu özü elə uğurun yarısı deməkdir. Odur ki, işiniz avand olsun gənclər, sağ olun.